Seanslarımda tez-tez sosial mediadan sevdiyi insanın həyatını kontrol edən münasibətlər görürəm. Yəni getdiyin hər yeri mənə de, canlı konumlar at, videolar at, şəkillər at və soruşanda ki, niyə məni qısqanır tipində cavablar verirlər. Amma əslində belə deyək də, sevirəm düşüncəsinin arxasına sığınaraq güya qısqanıram tipində bu tip davranış əslində sevgiyə heç bir dəxli yoxdur. Çünki sağlam bir münasibətdə sevən də, sevilən də inanmaq istəyir. Normalda bu münasibət qurulur sağlam düşüncəli insanlar arasında. Əgər hər addımının kontrolu varsa, görüşdüyün insanların kontrolu varsa, geyindiyin, hətta yediyin yeməklərin, getdiyin yerlərin belə kontrolu varsa, bu anla ki, bunun sevgiyə və qısqanclığa əsla aidiyyatı yoxdur. Bəli, sevgidən müəyyən mənada qısqanclıqlar olur. Amma artıq sənin həyatını yetərincə məhdudlaşdıran, arzularını, istəklərini məhdudlaşdıran tipində olan qısqanclıq əslində qısqanclıq deyil. Bunu sual verəcəksən. Bunun nə sevgiyə, nə qısqanclığa aidiyyatı yoxdur. Bunun ya sənin, ya da qarşıdakı insanın keçmiş həyat hekayəsi ilə əlaqəli bir vəziyyətdə əzizim.